25 fevral 2026. Bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç börcü. Dostlarınızla münasibətləriniz və xoş xəbərlərin gəlməsi sizi yaxşı əhval-ruhiyyəyə kökləyir. Gündəlik qayğıları bir kənara qoyun. Hər gözəl anın dadını çıxarın. Şirniyyat istehlakınıza nəzarət edin. Əhval-ruhiyyəsi. Özünüzə tam güvənirsiniz və çox diplomatik davranırsınız. Bu, ətrafınızdakilarla daha sağlam münasibətlər qurmağınıza imkan verəcək. Digər sahələrdə isə istədiyinizi əldə etmək üçün kəskin tərəfləri yumşaltmağa hazırsınız. Sevgi həyatı. Emosional həyatınız canlanır, yeni üfüqlər və indiyədək yaşamadığınız imkanlar açılır. Bu həyəcan sizi çox proqnozlaşdırılan rutin həyatdan çıxarır və ürəyinizi yeni ehtimallara açır. Siz isə uyğunlaşaraq bundan yalnız qazanc əldə edəcəksiniz. Evli olanlar. Göy üzü sizi sərhədlərinizi aşmağa, ən yaxşısını istəməyə və buna nail olmaq üçün hər şeyi etməyə təşviq edir. Addım-addım həm dostluğu, həm də sevgi həyatınızı inkişaf etdirmək fürsəti qazanırsınız. Yetər ki, geniş, real və eyni zamanda konstruktiv baxışınızı qoruyasınız. Subaylar. Gün ərzində marağınızı artıran və yeni tanışlıqları təşviq edən planet təsirlərindən faydalanırsınız. Əslində təbii çəkingənliyinizi aşmaq və qətiyyətlə bu dansın içinə atılmaq sizin əlinizdədir. Pul axışı. Ünsiyyət, səyahət, biznes və reklamla bağlı fəaliyyətlər üçün əla gündür. Enerjinizi yalnız həqiqətən praktik və gəlirli işlərə yönəldin. Bu halda maliyyə vəziyyətiniz nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. İş həyatı. Telefon dayanmadan zəng çalır və ya daim kimsə diqqətini tələb edir. Biraz irəliləmək üçün təcrid olunmağa ehtiyacınız var. Amma bu asan deyil. Hardasa gizlənin və zənglərə cavab verməyi dayandırın. Asudə vaxtı. Bugün adətən biraz ağır gələn egonuzun təzyiqi altında əzilmədən günün müsbət təsirlərini ustalıqla idarə edirsiniz. Maraqlarınız üçün dinamik və əlverişli olan bu məqamlar münasibəti ilə özünüzü təbrik edə bilərsiniz. Buğa bürcü. Dərinləşməyə dəyər əlaqələri inkişaf etdirmək üçün aydın fikirləriniz var və bunu ürəyinizdə hiss edirsiniz. Bugün pəhrizə başlamaq üçün idealdır. Qidalanmanızı gündəlik aktivliyinizə uyğun şəkildə yenidən tənzimləyin. Əhval-ruhiyyəsi. Hazırki müsbət təsirlərlə münasibətləriniz yaxşılaşacaq və özünüzə sevmək üçün vaxt ayıracaqsınız. Eyni zamanda daha danışqan olacaqsınız və demək istədiklərinizi ifadə edərkən ürəyinizin səsinə qulaq asacaqsınız. Sevgi həyatı. Göy üzü ünsiyyəti isidir və sözlərinizə daha çox ahəng qatır. Cazibənizi tanımaq fürsətiniz var. Lakin şirin xəyallara dalmazdan əvvəl kimə müraciət etdiyinizə diqqətlə baxmalısınız. Evli olanlar. 2 nəfərlik qaçış xəyalları və kiçik səyahət arzuları zevninizi qıcıqlandırır və bu gözəl başlanğıcdır. Əgər münasibətlərinizə biraz romantika əlavə etsəniz, bugün ümidlərinizi daha da bəsləyə bilər. Sübaylar. Bir neçə romantik imkanınız var və onlardan biri digərlərindən daha perspektivlidir. Lakin bu qədər hərəkətlilik və çoxlu sosial əlaqələr səbəbindən bunu fərq etməkdə çətinlik çəkirsiniz. Pul axışı. Uğur qazanmaq istəyiniz ön plana keçir və zənginləşmə planlarınız üçün doğru qapıları açmaq məqsədi ilə bütün bacarıqlarınızdan istifadə edirsiniz. Fəaliyyət sahənizi və ya iş yerinizi dəyişə, gəlirinizi və komissiyalarınızı ən azı 2 qat artırmaq imkanı əldə edə bilərsiniz. İş həyatı. Göy üzü rutininizi oyadır, yeni tanışlıqlar yaradır və ünsiyyətinizi canlandırır. Bugün özünüzü çox vəzifəli şəraitdə ifadə etmək şansı qazanacaqsınız. Səfərlər və yeni görüşlər sizə uğur gətirə bilər. Rəhbərliklə münasibətləriniz də yaxşı səviyyədə qalır. Asudə vaxtı. Fikirlərinizi ifadə edərkən biraz aqressiv görünə bilərsiniz və bu mövqeyinizi gücləndirməyə kömək etmir. Hər kəs üçün sağlam və inkişaf edən balans qurmaq istəyirsinizsə, biraz geri çəkilin və söz haqqını başqalarına da verin. Əkizlər bürcü. Ətrafınızda hər şey sürətlə hərəkət edərkən sizə biraz rahatlama lazım olacaq. Fürsətdən istifadə edib geri çəkilə və hadisələrə kənardan baxa bilərsiniz.
Bugün daxili sakitlik gətirir və enerjinizi yenidən toplamaq üçün əlverişlidir. Əhval-ruhiyyəsi. Bugün daha ünsiyyətcil və başqalarına qarşı daha diqqətlisiniz. Bu isə sizin üçün gözlənilməz və maraqlı qapılar aça bilər. Yeni tanışlıqlar axtarmaqdan çəkinməyin. Gün öz qabığınızdan çıxmaq və maraqlı söhbətlərə qoşulmaq üçün idealdır. Sevgi həyatı. Ürək məsələlərində şərait möhtəşəm dərəcədə əlverişlidir. Yeni görüşlər, iddialı planlar və uzunmüddətli baxışlar üçün gözəl imkanlar var. Dostluq və münasibətlər qorunur və sizə gözəl perspektivlər aça bilər. Qalanı isə sizin addım atmağınızdır. İvli olanlar. Bugün partnyorunuzla ünsiyyət əla səviyyədə olacaq. Fikir mübadiləsi, ortaq məqsədlər və birlikdə gülüşlər arasında darıxmağa vaxt tapmayacaqsınız. Biraz daha zehni uyğunluq ön plana çıxır və bu, sevgi həyatınızı nəzərə çarpaq dərəcədə gücləndirəcək. Subaylar. Sürprizlər və görüşlərlə dolu bugün sizi sevindirməyə davam edəcək. Planetlər sizə rəngarəng və güclü emosiyalarla zəngin bir səma bəxş edir. Alovlu və ədviyalı bir gün sizi gözləyir. Dadını çıxarın. Pul axışı. Sizə çoxlu qazanc gətirəcək effektiv tərəfdaşlar tapmaq imkanınız var. Enerjili atmosfer ünsiyyəti asanlaşdırır və zövq aldığınız satış texnikalarını kəşf etmək şansı əldə edə bilərsiniz. İş həyatı. Öyrəndiklərinizi hər kəslə bölüşmək istəyinizi çətinliklə saxlayırsınız. Biraz məsafə qoruyun. Metodlarınız maraqlıdır, lakin müəyyən qədər təmkin və səssizlik sizə daha çox hörmət qazandıracaq. Asudə vaxtı. Gün, fantaziya və azadlıq enerjisi ilə gözəl münasibətlər vəhdidir. İndi sıra sizdədir. Çölə çıxın, dərət edin, sərgiyə gedin və ya bir içki üçün görüş təşkil edin. Möhtəşəm tanışlıqlar üçün doğru zamandır. Xərçəng bürcü. Münasibətlərdə uyğunlaşma qabiliyyətiniz və anlayışlı davranışınız hörmət etdiyiniz insanların rəğbətini qazanmağınıza kömək edir. Yuxu pozuntuları isə halınıza təsir göstərə bilər. Daha çox istirahət etmək sizə müsbət təsir edər. Əhvam-ruhiyyəsi. Əgər obyektiv mövqeyini və müəyyən qədər soyuqqanlı yanaşmanı qoruya bilsəniz, bilik və münasibətlərinizin real vəziyyətini daha aydın qiymətləndirəcəksiniz. Bu da hansı əlaqələrin qorunmağa dəyər olduğunu görməyə imkan verəcək. Sevgi həyatı. Sevgi həyatınıza böyük önəm verirsiniz və hazırki dövr sizin xeyrinizədir. Buna görə də edəcəyiniz çox şey var. Ürəyinizdə olan insana hisslərinizi göstərməkdən və sübut etməkdən yorulmayacaqsınız. Bu, doğru yanaşmadır. Evli olanlar. Kiçik ailə narazılıqları sizi sarsıtsa da, yenə də yaxınlarınızın ehtiyaclarına diqqətli qalırsınız. Bu çətinliklər münasibətinizi daha da möhkəmləndirəcək. Bağlar güclənir, birlikdə daha möhkəm dayanırsınız. Cütlüyünüz güclüdür. Subaylar. Əziz subay, nə istədiyinizi dəqiq bilməlisiniz. Bir an ağ, bir an qara deyə tərəddüd etmək düzgün deyil. Çünki sizə güvənən insanlar var. Gözlənilməz bir anlayış sizi oyadacaq və birdən-birə hər şey yaxşılaşacaq. Pul axışı. Bugün maliyyə məsələləri ön plandadır. Sizinlə əməkdaşlıq edə biləcək insanlara yaxınlaşmaq ehtiyacı hiss edirsiniz. Artıq qapanıqlıqdan çıxmaq zamanıdır. İşlərin irəli getməsi üçün bəzi insanlarla əlaqə qurmalısınız. İş həyatı. Pul qazanmaq və ya böyük bir işi həll etmək üçün ideal gündür. Amma enerjinizi ağıllı istifadə etsəniz, narahatlıq hiss etdikdə impulsiv davranışlarınızı nəzarətdə saxlayın. Əks halda peşəkar səhvlər edə bilərsiniz. Asudə vaxtı. Hərəkət edin. Başınızı və nəfəsinizi açın. Yolunuz bağlananda eyni yerdə fırlanmağı dayandırmayın. Əksinə, biraz dayanıb düşünün ki, siz fasilə versəniz də dünya fırlanmağa davam edir. Şir bürcü. Bugün çox məhsuldar olacaqsınız.
Ətrafınızdakılara inandırmaq üçün heç bir səydən çəkinməyəcəksiniz. Qətiyyətiniz təsir edici olacaq və əldə edəcəyiniz nəticələrlə qürur duya bilərsiniz. Sevgi həyatı. Sevgidə yeni bir səhifə açmaq istəyirsiniz. Keçmişdə sizə pis macəralar yaşadan mövzuları geridə qoymağa qərar verirsiniz. Doğru yoldasınız. Romantik vəziyyətiniz müsbət istiqamətdə dəyişir. Subaylar. Bugün ətrafınız yeni simlərlə doludur və bu sizə yaxşı təsir edir. Sevgi həyatınız dəyişmək üzrədir. Niyə bu fürsətdən istifadə etməyəsiniz? Məhz indi doğru zamandır. Fürsət. İş həyatı. Peşəkar mühitdə xüsusi bir an yaşaya bilərsiniz. Ya çətin bir sahədə uğur qazanacaq və ya istisna bir insanla qarşılaşacaqsınız. Azıcıq açılmış bu qapıdan istifadə edin. Asudə vaxtı. Son dövr. Qız bürcü. Bugün diyaloqa daha az meyilli olacaqsınız. Əsəbilik artır və qısa zamanda çox işi görməyə çalışacaqsınız. Sürəti tələskənliklə qarışdırmayın. Ətrafınızda lazımsız gərginlik yaratmamağa diqqət edin. Əhval-ruhiyyəsi. Özünüzü yüklənmiş hiss edirsiniz. Məsuliyyətlərin ağırlığını hiss etmək əslində sizə gizli bir zövq verir. Bunu etiraf edin. Hər tərəfdən sizə müraciət olunur. Axşama doğru başınız giclənə bilər. Biraz sakitləşin. Sevgi həyatı. Ayın təsirindən istifadə edib prioritetlərinizi müəyyənləşdirin. Qısa zamanda bunun müsbət nəticələrini görərək təəccüblənə bilərsiniz. Evli olanlar. Gözlənilmədən və sehirli anlar üçün planlar qurun. Paylaşacağınız xüsusi məqamlar olacaq. Amma xəyali dünyanıza həddindən artıq qapanmayın. Arzularınızı reallıq kimi qəbul etsəniz, sonra peşman ola bilərsiniz. Subaylar. Elə bil divarları belə ofsunlaya bilirsiniz. Amma düşünürsünüz ki, heç kim sizə maraq göstərmir. Yanılırsınız. Çoxları sizi fərq edib, sadəcə az adam yaxınlaşmağa cəsarət edir. Sadə qalın və sevilməyə, ofsunlanmağa icazə verin. Atmosfer əlverişlidir. Pul axışı. Tərəfdaşlarınız vəziyyətə sizin istədiyiniz qədər ciddi yanaşmır. Siz isə reallıqdan daha sərt reaksiya verirsiniz. Həddindən artıq ciddilik ucbatından bəzi yaxşı razılaşmaları qaçırmaq təəssüf olardı. İş həyatı. Orta müddətli planlara diqqət edin və təməllərinizi möhkəmləndirmək üçün ciddi çalışın. Bugün göy üzü işinizi asanlaşdırmır. Sosial tərəfdaşlar qarşısında öhdəliklərinizi əsaslandırmaq ola bilərsiniz. Müdafiənizi əvvəlcədən hazırlamaq daha yaxşıdır. Asudə vaxtı. Çətinliklərə qarşı arqumentləriniz var. Amma bundan sui-istifadə edib enerjinizi boş yerə xərcləməyin. Bugün sizi biraz yorur və enerjinizi bərpa etmək əvvəlkindən daha çətin görünə bilər. Tərəzi bürcü. Daxili motivasiyalarınızı artıq yetkinləşdirmisiniz və indi onları ətrafınızdakı insanlarla bölüşməyə hazırsınız. İdeal mühit yaratmaq isə sizin əlinizdədir. Qarşıda şam yeməyi və dostlarla xoş görüşlər görünür. Əhval-ruhiyyəsi. Planetlərin mövqeyi sizin üçün yeni qapılar açır. Sadəcə instinktlərinizə və istəklərinizə qulaq asın.
Özünüzə inamınız bərpa olunur və bu çox müsbət haldır. Gün sizə böyük məmnuniyyət gətirir. Sevgi həyatı. Bugün ünsiyyət möhtəşəmdir. Söhbətləriniz canlı və şən intellektual enerji ilə doludur. Hissləriniz isə bu xoş zehni təravəti müşayiət edir. Sevgi yaxşı qurulmuş bir söhbət sayəsində başlaya bilər. Sözlərinizə diqqət edin, çünki sevginin qapısını açan açar məhz onlardır. Evli olanlar. Bugün sizi emosional və bayram ab-havası bir atmosfer gözləyir. Həyatın sizi qayğılardan və lazımsız mübahisələrdən uzaqlaşmağa dəvət etdiyini görün. Əylənin və sevginizi açıq şəkildə ifadə edin. Bəlkə ay işığında romantik bir serenada. Subaylar. Yenilənməklə dolu gözəl bir iqlim qapınızı döyəyir. Diqqətlə dinləyin, sizə açıq və hərəkətə hazır olmağı pışıldayır. Çünki ümid etdiyiniz fürsət sürətlə yaxınlaşır. Bugün həyat sizə gülümsəyir və ürəyinizin arzusunu həyata keçirməyə hazırdır. Pul axışı. Bugün gözlənilmədən hadisələr maliyyə proyektlərinizin inkişafına çox müsbət təsir edəcək. Qulaqlarınızı açıq saxlayın. Yaxın bir insanın müdaxiləsi sizi narahat edən məsələni həll etməyə kömək edəcək və bu əlaqə biznesinizi böyütmək üçün tezliklə faydalı olacaq. İş həyatı. İmzalar atılır, uğurlar qazanılır. Qısacası, özünüzü zirvədə hiss edirsiniz. Natiqliyiniz sizi diqqətli bir auditoriya və tam dəstək qazandırır. Zəhmətiniz qiymətləndirilir və mükafatlar ard-arda gəlir. Asudə vaxtı. Həvəsiniz sarsılmazdır və həm sizi sevənlərin, həm də sizi yeni tanıyanların rəğbətini qoruyursunuz. Təsirinizi göstərməkdən çəkinməyin, amma həddi də aşmayın. Əqrəb bürcü. Bugün ideyalarınızı incə şəkildə çatdırmaq üçün dərin baxış və güclü diplomatiya qabiliyyətinizdən istifadə edirsiniz. Bu yanaşma ətrafınızdakılar tərəfindən yüksək qiymətləndiriləcək və çox məhsuldar müzakirələr yaradacaq və sakin şəkildə həll edəcək. Sevgidə bugün problem görünmür. Sakin və rahat bir dənizdə üzürsünüz. Hisslər baxımından gözəl hava və yumşaq bir atmosfer var. Yaxşı addımlar atırsınız və bu sizin xeyrinizədir. Düşünmədən rahat şəkildə zövq alın. Lərində şansınız artır. Hələ də inanıram deyirsiniz və haqlısınız. Kimsə sizə şirin baxışlar göndərir və onun cazibəsinə qarşı durmaq çətin olacaq. Özünüzü axına buraxın. İtirəcəyiniz heç nə yoxdur. Pul axışı düşünə bilərsiniz. Ruh yüksəkliyiniz artır. Müsbət vəziyyət və atmosfer hadisələri daha aydın görməyinizə imkan verir. İşdə gərginliklər azalır və varsa şübhələriniz dağılıb gedir. Fürsətdən istifadə edib biraz rahatlayın. Asınız. Oxatan bürcü. Bugün ətrafınızdakılar çox tələbkardır. Praktiki olaraq sakit qala bilən yeganə insan sizsiniz və hər şeyə baxmayaraq daxili rahatlığınızı qoruyursunuz. Enerjiniz isə fəaliyyətlərinizin ritminə bağlı olaraq dəyişir.
Xüsusilə bugün bunu daha çox hiss edəcəksiniz. Əhval-ruhiyyəsi. Diqqətinizi toplamağa çalışın. Ayırd etmə qabiliyyətiniz bir qədər zəifləyib və bu da ətrafınızdakıların gözündə sizi çətin vəziyyətə sala bilər. Fikriniz tez-tez yayınır. Ciddilik əhvalında deyilsiniz. Narahat olmayın. Sabah yeni gündür. Sevgi həyatı. Ayın təsiri sevgi münasibətlərinizlə bağlı vacib suallar doğura bilər. Biraz dayanıb vəziyyəti dəyərləndirmək sizə yaxşı təsir edəcək. Daha sonra ay romantik istəklərinizi gücləndirəcək və sizi irəli aparacaq. Evli olanlar. Cütlük olaraq kiçik bir müstəqillik böhranı yaşaya bilərsiniz və bu ortaq planları bir qədər gecikdirə bilər, amma narahat olmayın. Hər şey düşündüyünüzdən daha tez və asan həll olacaq. Subaylar. Bəzi məyusluqlara baxmayaraq sevgi həyatınıza müsbət baxırsınız. Özünüzü toparlayır və yolunuza davam edirsiniz. Emosional olaraq sizə nəyin uyğun olduğunu daha aydın görürsünüz. İrəliləyə bilərsiniz. Pul axışı. Bugün dəqiqlik və intizam ön plandadır. Maliyyə layihələrinizin miqyasını daha rahat ifadə edəcəksiniz. Güclü tərəflərinizin tanınması çox yaxındadır və rəsmi imzalar üçün əlverişli gündür. İş həyatı. Başladığınız fəaliyyət doğru istiqamətdədir və sizə gözəl nəticələr gətirəcək. Sizi sıxan borcları tamamlamağa yaxınlaşırsınız. Öhdəliklərdən azad olmağın yolunu tapırsınız və nəhayət zəhmətinizin bəhrəsini görürsünüz. Asudə vaxtı. Hər tərəfə qaçmaq əvəzinə biraz nəfəs alın və günü yorğun şəkildə bitirməmək üçün planlı davranın. Qarşılıqlı anlayış yenidən güclənir. Dostluqlar ön plana çıxır. Görüş ehtimalı yüksəkdir. Oğlaq bürcü. Dünyanı yenidən qurmaq üçün bugün nə edəcəyinizi bilərdiniz. Mübahisələrdən qaçın. Böyük fiziki və intellektual formada keçən bir gün. Heç nə sizi dayandırmır. Öz qabığınızdan və vərdişlərinizdən çıxırsınız. Əhval-ruhiyyəsi. Bugün özünüzü ora-bura aparmağa, rahatlamağa, əylənməyə, çölə çıxmağa və dəvətlər göndərməyə haqqınızı tanıyın. Həqiqətən də an özünüzlə maraqlanmaq və gözəl vaxtlar paylaşmaq üçün idealdır. Sevgi həyatı. Bugün enerjilər sizi heç bir qorxu olmadan gələcəyə doğru itələyir. Eyni zamanda daxili çətinlik axtarır. Siz yaradıcısınız, ilhamlanmışsınız, cazibəniz cəlb edir, ətrafınızdakıları maraqlandırır. Dahi sayılan təşəbbüsləriniz yolunuzdakı insanların və vərdişlərin altını üstünə çevirir. Evli olanlar. Ən qəribə arzularınız üçün əlverişli bir gün cütliyinizi duyğusal atəşfəşanlığa oyadır. İstədiyiniz sentimental yaramazlıq, xüsusilə nəvazişli bir axşam təsəvvür edirsiniz. Tərafətiniz çəhrayı buludda, siz də elə. Subaylar. Bugün duyğularınız davranışınızı rəhbərlik edir. Bəzən burğunlu, bəzən sakit. Duyğusal axtarışınız həyəcan verici olur. Xarici stimullara intensivlik və zərafətlə reaksiya verirsiniz. Oyunaqsınız, fərlisiniz və hər kirpik çırpmanızla təəccübləndirirsiniz. Qəti fəth. Dolça bürcü, sevginizlə birlikdə möhtəşəm anlar vəd edən bir göy sizi gözləyir. Xoşbəxtlik əlinizdədir. Sağlamlığınız geri dönür. Enerjiniz yüksəkdir. Bədəninizi gücləndirmək üçün idman etmək ideal olardı. Əhval-ruhiyyə. Əlaqələr baxımından parlayırsınız. Xüsusilə məhsuldar söhbətlərin içindəsiniz. Vaxtınızı paylaşmağa hazırsınız və heç kəsi laqeyd qoymursunuz.
Yaxşı xəbər. Ətrafınızdakılar sizi olduğu kimi qəbul edirlər və qiymətləndirirlər. Sevgi həyatı. Söhbətlər sizin xeyrinizə çevrilir. Bir addım geri çəkilə bildiniz və hisslərinizi ifa etmək və ya məsələləri yumşaltmaq üçün doğru sözləri tapırsınız. Münasibətləriniz güclənir, daha da böyüyür. Pul axını. Maddi şans sizin yanınızdadır. Vacib addımlar atın, layihələrinizi başladın, yeni üfüqlərə açılın. Rəqabət sizi qorxutmur, intuisiyanız düzgündür. Qabığınızdan çıxırsınız və bu sizin üçün əlverişlidir. İş həyatı. Çox işiniz olsa da, vəziyyətə uyğun olaraq nəzarət etməli olanı idarə etməyi bilirsiniz. Bir iş yoldaşı sizə doğru anda kömək edəcək. Bu gözlənən dəstək geri qalmaqdan qoruyacaq. Asudə vaxtı. Sizi motivasiya edən çox şey var. Hər hansı yeni mühitə və ya tanımadığınız sahəyə hazır vəziyyətdəsiniz. Balıq bürcü. Hər şey istədiyiniz kimi getməsə də, konstruktiv imkanlar əlinizdədir. Yalnız yanaşmanızı dəyişdirməlisiniz. Peşmanlıqları və köhnəlmiş xatirələri bir kənara qoyun. Əhval-ruhiyyə. Bugün refleksləriniz biraz kəskin ola bilər. Diqqətsizlikdən və ya ehtiyatsızlıqdan zədələnməyə qarşı diqqətli olun. Eyni zamanda hərəkətlərinizi və jestlərinizi ölçün ki, diplomatik problemlər yaranmasın. Sevgi həyatı. Subaylar. Bir çox insanla tanış ola bilərsiniz, amma bəyənəcəyiniz və əsl sevgini tapmaq istədiyiniz biri ilə qarşılaşdıqda çox tez aldanmayın. Sosial qarşılıqlı əlaqələr indi keçici olsa da, bu sizi əylənməkdən saxlamır. Pul axışı. Büdcənizin balansı üçün bugün təbii ki, müzakirə lazımdır. Dialoqu sakincə açın. Bu, tərəddüdləri aradan qaldırmağa kömək edəcək. Ümidləriniz boşuna deyil. Hər şey tez hərəkət etməsə də, vaxtınızı alın. İş həyatı. Həyəcanınızı idarə etməyə çalışın və dayanmadan fəaliyyət göstərmək arzusunu sakitləşdirin. Sanki yay kimi sıxılmışsınız və əsəbilik hər kəsin xoşuna gəlməyə bilər. Əmin olun ki, bəzi çətinliklərlə üzləşəcəksiniz və qolları çırmalamalısınız. Asudə vaxtı. Siz yaxşıca mükafatınızı haqq etmisiniz. Uzun müddət nəzərinizdə olan əşyanı almaq və ya kiçik bir səyahət etmək vaxtıdır. Günah hissi keçirməyin. Bu tamamilə haqqınızdır.